Bakının Xəzər rayonunda 1987-ci il təvəllüdlü Ceyhun arvadı ilə intim münasibətdə olan qonşusu Toğrula xəsarət yetirib. Təqsirləndirilən şəxs bildirib ki, son 3 il ərzində arvadı Fəridə ilə münasibətləri soyduğundan boşanmaq istəyib. Amma 2 az yaşlı övladım olduğu üçün ayrılmaq istəmədim. Toğrul Qala qəsəbəsində bizimlə qonşuluqda yaşayır. Əvvəllər aramızda heç bir düşmənçilik və ya ədavət olmayıb. 2024-cü ilin təxminən iyun ayında evə gedərkən Toğrulun arvadımın dalınca düşdüyünü gördüm. İyunun 29-unda arvadımın əmisi nəvəsinin toyunda Toğrul da iştirak edirdi. Onun dəfələrlə arvadıma baxdığını, gözünü çəkmədiyini gördüm. Arvadımla Toğrulun münasibəti olmasından şübhələndim. Ceyhun qeyd edib ki, iyunun 30-unda Eldar adlı qonşusundan Toğrulun mobil nömrəsini öyrənib. Nömrəni arvadımın mobil telefonunda yoxladım, gördüm Toğrulun nömrəsi arvadımın telefonunda qadın adı ilə qeyd olunub. Buna görə arvadımla aramızda mübahisə düşdü. Arvadım mənə qonşumuz Toğrulla telefonda danışdığını, aralarında heç bir şey olmadığını bildirdi. Toğrula zəng vurdum, utanmırsan, mənim arvadımla danışırsan, qonşuyuq, mən sənin qardaşını tanıyıram. Arvadımın qardaşı və əmisi oğlu ilə dostsan, bu nə hərəkət edirsən dedim. Toğrul Fəridənin mənim arvadım olduğunu bilmədiyini dedi, daha arvadıma yazmayacağını söylədi, ona xəbərdarlıq etdim ki, bundan sonra qarşıma çıxsa onu vuracam. Təqsirləndirilən şəxsin sözlərinə görə axşam saatlarında arvadı Fəridənin WhatsApp-ından Toğrula özü yazıb. Toğrul yazanın Fəridə olduğunu fikirləşdim, başqa telefon götürüb danışacağını dedi. Mən yenidən Toğrula zəng vurdum. Bu nə hərəkətdir deyə soruşdum. Ona yazmayacağına söz verdiyini bildirdim. Toğrul da cavab olaraq ürəyi arvadımı istədiyini bildirdi. Onsuz qala bilmədiyini dedi. Bundan sonra mən yenə ona qarşıma çıxmaması üçün yalvardım. Əks təqdirdə onu vuracağımı dedim. İyulun 25-də saat 17 radələrində Qala yolunda maşınımla durduğum vaxt Toğrulu köşkün yaxınlığında gördüm. Mən olan tərəfə fasiləsiz baxması mənə pis təsir etdiyi üçün avtomobillə ona yaxınlaşdım, maşına oturmasını təklif etdim. Əyləşmədi. Qatlanan bıçağı götürüb yerə düşdüm, qolundan tutaraq avtomobili əyləşdirmək istəyəndə yumruqla məni vurmaq istədi. Əlimdəki qatlanan bıçağı açdım, Toğrulun bədənindən bir dəfə vurdum. Həyəcanlı olduğumdan bıçağın hara dəydiyini bilmədim. Oradakılar bizi araladı. Yaşadığım evə gəldim, qaynanan və arvadıma Toğrulu bıçaqla vurduğumu dedim. Polis əməkdaşları zəng etdi, məni hadisənin baş verdiyi yerə dəvət etdilər. Hadisə yerində Xəzər rayon polis idarəsinin 3-cü polis şöbəsinin əməkdaşlarına olanları danışdım. Məni polis idarəsinə apardılar. Təqsirləndirilən şəxs bildirib ki, Fəridə hələ Toğrulla olan münasibətlərin üstünün açılmasından əvvəl evdən getmək istəyib və bu barədə ona deyib. Toğrulla münasibətlərin üstü açıldıqdan sonra Fəridə özünü öldürəcəyini dedi. Toğrulun arvadımı narahat etməsi ilə bağlı polisə müraciət eləməmişəm. Qarşılığında ondan heç nə istəməmişəm. Toğrulun yaşadığı evlə bizim evin arasında 1 kilometrə yaxın məsafə var. Hadisə törədilənə qədər Toğrulu görməmişəm. Hadisə günü isə onu vurmaq fikrim yox idi. Toğrul mənə tərs-tərs baxır, təkrar-təkrar mənə tərəf boylanırdı. Onun bu hərəkəti hissiyatıma toxundu. Törətdiyim əməldən səmimi peşman olmuşam. İş üzrə zərər çəkmiş Toğrul isə hadisə ilə bağlı çox maraqlı və bəzi iyrənc məqamları açıqlayıb. Fəridəni hadisədən təxminən 2-3 ay əvvəl tanıdığını deyib. Fəridə yaşadığı evin həyətyanı sahəsində qadın gözəllik salonu açıb, orada saç ustası işləyib. Onu neçə dəfə görmüşdüm. Xoşuma gəldiyi üçün istifadə etdiyi mobil nömrəsini tapdım, ona mesaj yazmağa başladım. Lakin kimliyini, ailəli yaxud da subay olduğunu bilməmişəm. Həmin ərazidə hadisədən 2 il əvvəl yaşamağa başlamışam. Zərər çəkmiş qeyd edib ki, Fəridə ilə bir neçə dəfə mesajlaşdıqdan sonra adını sonradan bildiyi Ceyhun onun mobil nömrəsinə zəng vurub. Fəridə ilə olan münasibətimə görə irad bildirdi. Toğrul qeyd edib ki, Ceyhun onunla iyrənc söhbətlər aparıb. Fəridədən boşanması müqabilində 30.000 manat pul istəyib. Daha sonra boşanmayacağını dedi, onunla əlaqəni kəsməyimi tələb etdi. Fəridə ilə aramızda olan münasibətin üstü iyun ayının 28-29-unda açılıb. Hadisə isə 25-26 gün sonra iyulun 25-də baş verdi.
Bu müddətdə mən işə gəlib gelmişəm. Hətta Ceyhunla rastlaşdığım vaxtlar da olub. Lakin heç bir hadisə baş verməyib. Ceyhun mənimlə arvadı arasında olan münasibətlə bağlı hətta polisə də məlumat vermişdi. Mən sahə müvəkkili tərəfindən dəvət olunaraq polisə getdim, mənimlə maarifləndirici söhbətlər aparıldı. Polis məsələsindən sonra Ceyhunla telefon danışığımız da oldu. O məni gördüyü yerdə vuracağını bildirdi. Toğrul qeyd edib ki, Fəridənin evli olduğunu bildikdən sonra da onunla danışmağa davam edib. Fəridənin evli olduğunu bildikdən sonra təxminən 20 gün onunla danışdıq. Ona bağlandım, ondan ayrıla bilmədim. Hətta sonradan mənə mesaj da gəldi. Mesaj yazanın Fəridə yox, Ceyhun olduğunu sonradan bilmişəm. Toğrul qeyd edib ki, 25 iyul 2024-cü il saat 17 radələrində sinif yoldaşı ilə birlikdə yaşadıkları məhəllədən çıxıb və siqaret almaq üçün Qala yolu adlanan yolun kənarında köşkə gedib. Sinif yoldaşım siqaret almaq üçün köşkə yaxınlaşdı. Mən də biraz aralıda onu gözləməyə başladım. Ceyhunun avtomaşından düşərək iti yerişlə mənə tərəf gəldiyini gördüm. Çatan kimi əli ilə sinəmə vurdu. Sinif yoldaşımla dərhal yaxınlaşaraq Ceyhunu arxadan qucaqladı və məndən araladı. Ceyhun aralanarkən əlində bıçaq olduğunu gördüm. Sinəmə baxdıqda isə qan gəldiyini gördüm. O maşına minərək getdi. Vəziyyətim ağırlaşdığı üçün sinif yoldaşım yolun kənarında dayanan dövlət yol polisi əməkdaşlarına məni təcili tibbi yardıma aparmasında köməkli etməkləri üçün yaxınlaşdı. Məni yol polisinin avtomobilinə oturtdular və Mərdəkan qəsəbəsində yerləşən 26 saylı xəstəxanaya apardılar. Oradan isə təcili tibbi yardımla 3 saylı Sabunçu xəstəxanasına çatdırıldım. İş üzrə şahid qismində ifadə verən Fəridənin sözlərinə görə Toğrul onların qonşuluğunda yaşayıb, əri Ceyhunla da qonşu kimi münasibətləri olub. Ərimdən gizli bir neçə dəfə onunla telefonda mesajlaşmışam. Ərim mobil telefonumu götürəndə şübhələnməsin deyə adını qadın adı kimi qeyd eləmişəm. Yaxın münasibətlərim olmayıb, görüşməmişik və sevgi münasibətlərimiz də olmayıb. Fəridə qeyd edib ki, 2024-cü ilin təqribən iyun ayında Ceyhun Toğrulun mobil nömrəsini qadın adı ilə telefonda qeyd olunduğunu görüb, buna görə də aramızda mübahisə düşüb. Mübahisə zamanı Toğrulla danışdığımı, lakin aramızda heç bir ciddi münasibət olmadığını da bildirmişəm. Ceyhun da bundan sonra sakitləşib. Hadisə gününədək Ceyhunla Toğrul arasında söhbətin olub-olmamasını görüşüb, görüşməmələrində bilməmişəm. Toğrul da mənimlə əlaqə saxlamayıb. Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Ceyhunun barəsində Cinayət Məcəlləsinin 70-ci şərti məhkum etmə maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib.